Və biz xanımla söhbət edirik bu günləri. O türklərin məşhurları qız-qıza söhbət olacaq. Etiket üzrə mütəxəssis psixoloq xanım Kamran studiyamızda. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Amma çox maraqlı həm söhbətkarsınız bu, yəni bunu tam olaraq əminliklə deyə bilərəm. Çünki reklam fasiləsi zamanı bir xeyli söhbət elədik. Ümumiyyətlə etiket nəyə lazımdır? Gəlin o sualı ünvanlayım sizə icazənizlə. İnsan niyə etiket qaydalarını bilməlidir? Təşəkkür edirəm sual üçün. Əgər mən özümü dəyərli hiss etmək istəyirəmsə, özəl hiss etmək istəyirəmsə, mən də dünya ilə dəyərli və özəl münasibətlər qurmalıyam mənim düşüncəmdə və bu dəyərli özəl münasibətləri etiket qaydaları ilə də biz qura bilərik. Yəni nəzakətli ifadələrlə, ata gələndə ayağa qalxmaqla, sabahın xeyir deməklə, xoş gəlmisən deməklə, masa arxasında düzgün əyləşməklə bu cür dəyəri yarada bilərik. Həm ətrafdakı insanlar bizlə gözəl, xoş zaman keçirdə bilər. Biz onları narahat etməyə bilərik. Çünki doğrudan da bir insanın azadlığı başqasının azadlığı başlayan yerdə bitir. Yəni əgər mən sevirəm qoxu istifadə etməyə, bu tündür və mən bunu çox sevirəm. Bu mənim azadlığımdır. Amma başqasını əgər bu narahat edirsə, mən orada dayanmalıyam. Əgər mən çox səs-küylü bir qonşuyamsa, amma başqası sakitçiliyi sevirsə, mənim səs-küyüm ancaq mənim evimdə olmalıdır, kənara çıxmamalıdır. Və bunu kömək edən bizə etiket qaydalarıdır ki, bərk səslə danışmayaq, çox gülməyək, çox demonstrasiya göstərməyək. Zaten bunu etiket qaydaları təzim etmirsə, qanun bunu təəssüf ki, bizə göstərir ki, siz artıq özünüzü bu cür aparmalısınız. Nə maraqlı. Qonşu bizi polisə verə bilər, əgər çox səs-küylü olsaq. Nə maraqlı ifadədir. Bu azadlıq digər şəxsin azadlığı başlayanda, yəni artıq bitir sənin azadlığın. Bəli. Bu etiket qaydalarını necə tərtib olunur? Kim tərtib edir bunu? Nəyə əsaslanaraq bunu reallaşdırır? Bayaq fasilədə danışırdınız, qulağım eşitdi. Regiona, nə bilim, adətlərə, mədəniyyətlərə görə bu dəyişə bilər də. Məsəl üçün bir ərəbin sevdiyini bir Avropalı sevməyə bilər və ya əksinə Amerikalı, bura çox adlar çəkə bilərik, xalq, millət adları deyə bilərik. Necə tərtib olunur? Etika elmi ümumiyyətcə dəyərlərə sadiqlikdən danışır ki, biz nə qədər dəyərlərimizə sadiqik. Etiket isə bizə bu dəyərlərə necə sadiq olmağımızı göstərir. Etika elmi ümumiyyətcə böyük fəlsəfi bir yanaşmadır. Etiket məsələsi isə Fransada yaranıbdır, İngiltərədə yaranıbdır, fərqli şərqdə də yaranıbdır və bunlar paralel şəkildə inkişaf ediblər və ümumi dünyada bir etiket qanunları var. Bunlar Fransaya əsasən götürülür. İş dünyasında məsəl üçün ingilislərin işləmə etiketləri çox sevilir. Dünya ilə olan münasibətləri çox sevilir. Çünki orada stabillik olduğu üçün və dünya İngiltərənin yaratdığı etiket qaydalarına əsasən işləyir. Biz isə balaca uşaqlara, böyüklərə Fransadan gələn o kübarlıq, alicənablığı öyrədirik etiket qaydalarından bir yerdə. Bu dünya deyir, işləmə ingilislərdən götürürlər daha çox etiketi. Əsas məqamlar iş yerində, bax bu işgüzar söhbətlərdən hansı məqamlara fikir vermək lazımdır ki, sənin danışıqların da uğurla, necə deyirlər, başa çatsın? Bəli. İlk öncə əgər bir iş yerində özümüzü dəyərli hiss etmək istəyiriksə, doğrudan da dəyərli yanaşmalıyıq hər kəsə. 90% insanlar iş yerindən toksik münasibətlər olduğu üçün, atmosfer olduğu üçün gedir. 10% isə yeni iş yeri tapdığı üçün çox güman gedir. Və mən çox ətrafından eşidirəm ki, iş vacibdir, amma məsəl üçün əsəblərim daha çox vacibdir. Ən əsas qaydalardan biri emosionallıqdır. Mənim düşüncəmdə, çünki o doğrudan da iş əmsalını çox aşağı salır. İndi bu emosionallığı necə biz aradan götürə bilərik? Əlbəttə burada etiket qaydaları bizə kömək edir. Gəlin ilk öncə ilk görüşdən, o ilk 5 dəqiqədən danışaq ki, qapı neçə dəfə döyülə bilər? Ən adi rəhbərin otağına, öz əməkdaşınızın otağına necə girə bilərsiniz? Hətta mən sizə onu göstərə bilərəm. Belə bir dəfə mən döyürəm, bir sual yaranır. Ciddi bir sual yaranır içəridə olan insanlarla. Əgər qapını mən belə döyürəmsə, bu təşviş yaranır, bu bir kobudluq. Bu sənədləri təcrid imzalamaq lazımdır ya da aşağıda kimsə dava edir. Bəli, amma qapı ümumiyyətcə 2 dəfə döyülər. 1, 2. İçəridən buyurun sözü eşidiləndən sonra qapıya içəri girmək olar. Əgər bizə
reaksiya verilmədisə, reaksiya verilməsə əlbəttə qapını açmırıq. Hətta qapı bir balaca açıqdırsa belə mütləq şəkildə bu 2 dəfə döyülməlidir, məlumat xarakterli. Əgər bizə buyurun, keçin deməyiblərsə, bizim 5 dəqiqəmiz var. Bu iş sahəsində çox vacibdir ki, rəhbərin vaxtını insanlar alırlar. İş sahəsində vaxta hörmət etmək ən vacib məqamlardan biridir. Mən nə qədər insanın vaxtına hörmət edirəm. Əgər mənə keçin deməyiblərsə, deməli mənim qapı arxasında 5 dəqiqə vaxtım var, zamanım var. 5 dəqiqə öz sözümü deməliyəm. Əgər mənə keçin deyiblərsə, mənim 10-15 dəqiqə vaxtım var. Əgər mənə çay, kofe təklif ediblərsə, mənim yarım saatdan çox vaxtım var. Deməli rəhbərin və ya da əməkdaşın vaxtı çoxdur. Bu dünyada belədir. Hər kəs bu cür işləyir. İş sahəsində yaşca böyük, yaşca balaca anlayışı yoxdur. Vəzifəcə böyük və vəzifəcə kiçik anlayışı var. Qadın və kişi anlayışı da yoxdur. Vəzifəcə böyük, vəzifəcə kiçik anlayış var. Bir rəhbərə heç bir zaman əl uzatmaq olmaz. Hətta belə bir məqamda deyim, bir rəhbərə necəsə sualını vermək olmaz. Bax, məni ən çox qıcıqlandıran məsələlərdən biridir. Yeri gəlmiş. Gəldi ilişdik burada. Yox, mən rəhbər olaraq demirəm. Yəni ümumiyyətlə deyirəm. Ki, baxırsan görsən ki, sən gedirsən, deyirsən salam, necə uşaqlar tutaq ki də. Bir hər hansı bir kollektivə və yaxud da universitetdə dərs dediyim vaxtda və qədər ki, yaxşıyam, siz necəsiz? Mən o sual verəndə istəyirəm deyim ki, heç bir şey. Şirkətin 1 milyon zərər mənfəəti var. Mümkünsə onu ödə. Yəni soruşmaq istəyirsə bu cavab var. Bəli, rəhbərin sizin, yəni öhdəlikləriniz çoxdur, məsuliyyətləriniz çoxdur. Bir rəhbərdən necəsə sualı verib onun hansı bir işini üzərimizə götürmək nə qədər mümkündür. Amma sizin öhdəlikiniz çox olduğu üçün siz öz əməkdaşlarınızın necə olduğunu öyrənə bilərsiniz, öyrənməlisiniz, bəli. Hətta belə bir şey deyə bilərəm. Necəsə sualını verən zaman sizə verirlərsə, siz əməkdaş olaraq deyə bilərsiniz ki, arzu edirəm yaxşısınız. Yəni o cavab necəsi sualı yaradır. Və yaxud da bir ara dəbi yaranmışdı. Bu illərdə hamısı ki, ümid edirəm ki, işləriniz yaxşıdır. Və bu sözü ifadə etmək xoşuma gəlmir. Yox, əla bir məsələdir. Mən misal üçün e-maillarda bunu tətbiq eləmişdim. Korporativ müştərilərə bir e-mail yazanda tutaq ki də filankəs o filankəs salam necəsiz yazmırdım. Yazırdım salam filankəs o filankəs. Ümid edirəm ki, işləriniz yaxşıdır. Keçək bu məsələyə. Bizim pulumuzu nə vaxt ödəyirsiniz? Doğrudur. Əslində doğrudur. İkinci məqam iş yerində salamlaşma, əl uzatma etiketinin haqqında danışmaq istəyərəm. Və bu da vacib məsələdir. Çünki adətən görüşlərdə sən bilmirsən ki, tutaq ki, qarşı tərəf sən əl uzatmaq istəyir yoxsa yox. Bax, bu vacib məsələlərdən biridir. Gəlin bunu aydınlaşdıraq. Protokolu bilən insanlar üçün əslində daha asandır. Necə? Əli vəzifəcə yuxarı olan verir. Yəni rəhbər verir, qonaq verir. Əli pulla oynayadı belə. Belə bir məqam var ki, o birinci əli uzatmalıdır. Bəli, əli uzadır. Əgər əl uzalıbsa mütləq şəkildə o sıxılmalıdır. Amma əgər 6-dan 7-dən sonra danışsaq ondan, əlbəttə yenə yaşca böyük əli uzatmalıdır. Balaca uşaqlara deyirlər, get əmiyə əlini uzatsalar, bu olmaz. Bu etiket qaydalarına ziddir. Əmiyə salam verə bilər və gözləməlidir və artıq əmi böyük olaraq əmi özü bilər. Əl uzada bilər, amma yəni bu çox vacib bir nüansdır. Etiket qaydaları işdə və 6-dan 7-dən sonraki həyatımızda çox fərqlidir. Əgər biz bir iş yerində desək ki, bir qadın və kişi anlayışı yoxdur və əgər bir rəhbər şəxs, bir kişi əlini uzadırsa bir xanıma, bir əməkdaşına, mütləq o əl sıxılmalıdır. Amma 6-dan 7-dən sonraki həyatımızda biz bir xanıma, bir kişi olaraq heç bir zaman əl uzada bilmərik. Onu gözləməliyik ki, o bizə əlini uzatsın. Bəs yaxşı, iş görüşməsinə getmişik və yaxud da tədbirdir, orada görüşmüşük. Bizi tanış edirlər ki, misal üçün, mən sizi tanış edirəm. Deyirəm ki, Rəhman, tanış ol, xanım Kamran və bu anda Rəhman birinci əl uzatmalıdır, yoxsa siz birinci əl uzatmalısınız? Bax, hansı reaksiya gözləmək lazım? Burada bir nüansı dedim, necə təqdim edilməlidir, necə, kimi kimə təqdim etmək var. Biz vəzifəcə kiçiyi, vəzifəcə böyüyə təqdim edirik. Okey. Onda vəzifəcə böyük birinci əlini uzatmalıdır. Bəli, onda birinci uzadır. Əgər vəzifəcə böyük əlini uzatmırsa, deməli sən də salamlaşma bitmişdi deməkdir. 6-dan 7-dən sonra həyatımızda isə bir xanımı kişiyə təqdim etməzlər. Bir kişini xanıma təqdim edərlər. Yəni Rəhman, tanış ol, bu xanımdır
deyə. Üzr istəyirəm, xanım, tanış ol, bu Rəhmandır. 6-7-dən sonra xanımı kişi etdi. Bəli. Daha doğrusu kişinin xanımı təqdim edirik, bəli. İşdə isə biz əgər biz qonaqlara, əgər siz iş görüşməsinə gedirsinizsə, siz qonaqsınızsa, onda gözləməlisiniz ki, sizi rəhbərə sizi təqdim etsinlər. Yəni sizi dəvət edən biri. İndi bir dənə də vacib bir məqam, hal-hazırda müxtəlif biz versiyalar var da, çıxırlar ofisdə iş mühitlərinin dəyişməsi, agile, belə deyək də, tipində olan ofislər var, open space ofis tipində var. Yəni bu qapılar və s. və axır bunlar itirdi hamısı da. Amma bəs etiket qaydaları dəyişirmi bu ərəfədə? Çünki artıq tutaq ki, qapını döymə misal üçün danışdı, indi qapı döymə yoxdur, amma bir yerdə oturub və s. və axır. Bəli, doğrudur. Bax, burada etiket qaydaları dəyişirmi? Çünki müasir insanlar, daha doğrusu müasir əməkdaşlar, belə deyək də, xüsusən indi Z nəsli gələnlər fikir verirsən ki, hələ ofis qaydalarına uyğun deyil. Hətta doğrudur. Əgər biz yadımıza salsaq ki, bir neçə il bundan əvvəl maliyyə sektorunda çalışanlar əgər belə deyək də, kostyum və qalstukda edilərsə, indi artıq onu da giyirmirlər. Hamısı adi t-shirt, üzündə saqqal və çiynində də bir çanta işə gəlirlər. Doğru. Bu etiket qaydaları, o deməkdirmi etiket qaydaları da dəyişir və yaxud da artıq riayət etmək lazımdır və s. və axır. Etiket qaydaları dəyişir, hətta rəqəmsal dünyada belə dəyişməyə başlayır. E-maillərin yazılmağı, open space-də də dəyişir. Əlbəttə qapı yoxdur, amma etiket qaydaları nədir? Səsli danışmaq, çox qoxudan istifadə etməmək, yeməyini masa arxasında yeməmək, mütləq şəkildə onu mətbəxdə yemək, öz şəxsi yazışmalarla insanları narahat etmək, şəxsi söhbətlərlə narahat etmək. Open space-in ən vacib etiket qaydası sakitçilikdir. Yəni biz narahat etmirik ətrafı və ətraf da bizi narahat etmir. Geyimə gəldikdə isə iş dünyasının əlbəttə protokolu var geyimdə. Vacib protokoldur. Yəni istədiniz, istəmədiniz, siz bunu geyinib getməlisiniz. Əgər doğrudan da o fikri yaratmaq istəyirsinizsə qarşıdakı insana, hətta dünya ilə işləyirsinizsə bunu mütləq bilməlisiniz. Geyim səliqəli olmalıdır. Kişilərdə və qadınlarda fərqlidir. Kişilərdə geyim səliqəli olmalıdır. 3 yerə bölünür. İşgüzar geyim, yəni bu kostyumdur. İkinci ziyafət geyimləri, məsəl üçün əgər siz axşam bir ziyafətə gedirsinizsə, iş sahəsində bu da vacibdir və gündəlik işgüzar geyimdən danışırıq. Geyimlər kostyumlardan danışmaq istərəm. Çox yundan olmalıdır. Hətta yayda belə yun material istifadə etməlidir. Çünki yun qırışmır. Yəni siz əgər bir görüşə gedirsinizsə və sizin geyiminiz qırışıbsa, bu kənardan yaxşı görsənməyə bilər. Çünki məlumatın 70% gözlə ötürülür. Nə qədər də istəsək. 20% səslə ötürülür, qalan bir 10% sözlə ötürülür, təəssüf ki. Yəni sözün gücü əslində var, amma 70%-ə baxanda ilk addımda belə deyək. Kişilər çox parlaq aksesuarlardan istifadə etməməlidir, ayaqqabıdan istifadə etməlidir. Hər bir əməkdaşın heç olmasa bir dənə yeni açılmayan ağ köynəyi olmalıdır. Çünki yeni açılmamış ağ köynəyin ağlığı daha gözəldir. Hətta sizin əgər məktəbdə işdə dress kodunuz varsa, bir açılmamış formanız olsa daha yaxşı olar ki, birdən bir qonaq gələr, birdən bir görüşə gedərsiniz, orada yeni, təmiz geyinmək lazımdır. Geyimimiz təmiz olmalıdır. Əgər biz danışırıq xanımlardan isə, xanımlarda mən kabuklardan danışmaq istəyərəm ki, 2 və 5 santimetrə qədər olmalıdır. Oyda, bir də görürsünüz ki, bir dənə tak qataraq nə olub? Belə bilirsən ki, nə bilim, daha bağışlasınlar hamısı çox kobud bəlkə ifadə olar. Tak qataraq təmir gedir də. Amma görürsən ki, sən təmir deyil qonşuda. Sənin hansısa bir əməkdaş həmin o hündür kavlok giyinir və gəzir ofisdə. Geyim çox sadə olmalıdır. Heç bir loqolar, heç bir yazılar, heç bir xətlər olmamalıdır. İnsanı yormamalıdır. Əgər bizim işgüzar görüşümüz 15 dəqiqə, 20 dəqiqədirsə, mən öz aksesuarlarımızla və ya da ayaqqabımın parlaqlığı ilə, geyimdə olan loqolarla insanı yormamalıyam. Zaten mən işdən danışıram, puldan danışıram, stressdən danışıram. Bu məni gərginləşdirməməlidir. Bir qoxu məni gərginləşdirməməlidir. Rahatlıq olmalıdır. Həm özümə, həm qarşıdakı insanı. Onun üçün geyim çox vacibdir ki, biz geyimlə biz nə ifadə etmək istəyir. Hətta rənglər belə çox vacibdir. Bəzən səyahət etdiyimiz zaman Rəhman üzr görürsən ki, bu böyük bir dənə ağ
axı yazısı ilə geyim var. Növbədə durmaq istəmir. Sən qabağa keçirsən ki, qurban olasan bu yazıya. Sən yol verirəm, gəl keç. Yəni var belə bir məsələlər. Xanım, siz işinizlə əlaqədar gündəlik olaraq bəzi şeyləri müşahidə edirsiniz, qeydlərinizi aparırsınız. Bax, bayaqdan danışırsınız, hamısı gözəl, hamısı super. Amma Azərbaycanda ən çox pozulan etiket qaydaları hansılardır? Azərbaycanda ən çox pozulan etiket qaydaları mənim fikrimcə necəsi sualıdır. Yəni bunu mən çox Bir nömrəli. Mən nömrəli. sizlə Hətta razıyam. Tələbələrlə işlədiyim zaman vəzifəcə yüksək olan dekanlarına müəllimlərin o necəsi sualını verirlər. Salam, necəsi müəllim? Bu çox eşidilən sualdır. Bu sual etik deyil. Salam verə bilər. Salam. Və onunla bitməlidir. Bitməlidir, bəli, bitməlidir. Sonra mənim fikrimcə bu zaman məsələsidir ki, insanlar bilmirlər onun nə qədər vaxtı var, danışsınlar, otağa girsinlər, çıxsınlar. Bir insanın vaxtını çoxala bilərlər. Qapı döymə məsələsidir, ən aktual olur. Geyim məsələsidir. Bəs küçədə, bayırda? Küçədə, bayırda sürücülər arasında danışa bilərəm. Bu çox məni çox maraqlandıran mövzudur. Bu siqnaldan istifadə etmə qaydalarıdır ki, onlar lazım olmayan yerdə siqnaldan istifadə edirlər. Sonra bir palasadan o birisinə keçmək, yəni mən düşünürəm ki, zolaq dəyişmə. Zolaq dəyişmə məsələsi çox aktualdır və mən düşünürəm ki, o insanların içində böyük bir təşviş var. Çünki doğrudan da bir zolaqda dayana bilmir bu insan bir 3 dəqiqə, bir 2 dəqiqə. Tez-tez zolağı dəyişir və yenidən o zolağa qayıdır. Məsələ nədir? Yəni 1-2 dəqiqə tez çatmaq. O bilsiz niyə görə uşaqlıqdan hiperaktiv olub ki, yəni bir yerdə dura bilmir. Sonra təəssüf ki, mənim gördüyüm bir şeylər odur ki, sakitcə pəncərədən zibili yerə atırlar. Bu da məni qıcıqlandıran məsələlərdən biridir, yeri gəlmişkən. Düz son zamanlar azalıb, amma yenə də var. Bəli, var. Bir də mən düşünürəm ki, nəqliyyatda sürücülərin arasında ən vacib məsələ vaciblik hissinin olmamağıdır. Yəni əgər bir avtoqəza baş verirsə, kimsə sənin yoluna çıxırsa, kimsə sənə siqnal verirsə, burada artıq təhqirə keçir insanlar. Yəni insanın əlindən o vaciblik hissini alır. Başlayır onun adını bilmir, amma başlayır ona pis sözlərlə ifadələr etməyə. Hətta çox insan bunu maşında sakit edir, amma üzünə baxırsan bilirsən ki, o nəsə sənin arxanca danışır. Bu nədir? Bu vaciblik hissinin alınmasıdır. Çox düşünürəm ki, gərgin vəziyyətlər yaranır, tənqid edirlər bir-birini. Sürücülərin ən vacib məsələsi düşünürəm ki, və piyadaların da səbirli olmaqdır. Yəni bu ən vacib məsələ səbirli olmaqdır. Qanuna zidd getmək məsələləri də var. Məsəl üçün, əgər bir polis yoxdursa, onlar çox rahat yolu keçə bilərlər. Yəni etiket qaydaları bunu təzmin edir. Necə ki, işıq yanırsa, qırmızı işıq, sən dayanmalısan. Orada qayı var, yoxdur. Yəni sən dayanmalısan. Bu həm qanun çərçivəsində belədir, həm də ki, qaydalara riayətdir. Amma çox zaman mən görürəm ki, bir avtoritet biri olmadan biz qanunları çox asan poza bilərik. Xoşlayırıq pozmağı. Bəli. Sanki o avtoritet kənardan, yetişkin avtoritet kənardan bizi mütləq olmalıdır. yoxlamalıdır. Mənə gəlir ki, səhər-səhərsiz bizə gələndə CEO-da kimsə əsəbləşdirib, yaman ürəyinə dolu. Avtomobil idarə edirsiniz bu Yox, arada. xeyr etmirəm. Yox, eləmirsiniz. Xeyr etmirəm. Görmüsən, əsəblər Amma- sakitdir. Avtomobil idarə etsəydi, xanım avtomobil etiketdə bu qədər də sakit və kübar danışmazdı. Əlbəttə. Çox şart. Deməli bir sualım da var. Bu artıq iş yerləri ilə bağlıdır. Bəzən iş yerində rəhbərlər özlərini heç də bu ağır, nə bilim, mən rəhbərəm, mən müdirəm, hamınız mənim işçimsiz. Yəni o tipdə aparmırlar. İşçilərlə səmimi formada davranan rəhbərlər var və Çox gözəl. yaxşıdır bu. Bəli, çox gözəl. Amma elə işçilər də var ki, rəhbər gəlir hansısa formada bir salam əleyk eləməyə. Bu onun qarşısına bir 2 qat, 3 qat əyilir, qabaqda düymələnir və əllər getdi arxaya, bel biraz əyildi, o formada danışmağa başladı. Bu nəyin göstəricisidir? Bu nəyin əlamətidir və bunun etiketə bir dəxli varmı? Əslində necə davranmaq lazımdır kollektivdə rəhbərlə münasibət baxımından? Təşəkkür edirəm, maraqlı sual idi. Məsələ odur ki, əgər biz etiket qaydalarını öyrəniriksə, ilk öncə onu rəhbərlər öyrənir. Sonra əməkdaşlar öyrədirik biz onları. Çünki rəhbər də bilməlidir ki, məsəl üçün o əməkdaşların mətbəx məsələləri söhbətlərinə gəlib qoşula bilməz. Bilsə belə bir neçə dəqiqə qoşulmalıdır. O demək deyil ki, rəhbər əlçatılmaz biridir.
Sadəcə biz anlamalıyıq ki, əməkdaş kimi rəhbərin məsuliyyəti çoxdur, fikirləri çoxdur, xaosu çoxdur. Onu narahat etməməyə çalışmalıyıq. Empatiya qurmalıyıq. Rəhbər isə etiket qaydalarında nə etməlidir? O haqqda danışım biraz. Tez-tez soruşmalıdır əməkdaşlar necədir, özlərini necə hiss edir. Əgər bir əməkdaşla danışırsa və yaxud da məsələn bir xaos varsa, onlarla tək-təkdən danışmalıdır. Hər birinə o dəyər hissini verməlidir, aşılamalıdır. Hər birinin içində oturub, məsəl üçün sən belə bir işçisən kimi məsələlər bu tək olmalıdır. Məxfilik mütləq şəkildə olmalıdır. Rəhbər tərəfindən məxfilik olmalıdır. Motivasiya olmalıdır. Motivasiyanı hətta belə edə bilər ki, bir nüans varsa, bir qüsur varsa, heç olmasa 2 müsbət onun haqqında deyib, bir mənfi onun haqqında deyə bilər ki, məsələn, çox yaxşı əməkdaşdır, sizlə işləmək çox rahatdır, amma təəssüf ki, siz vaxtında mənə bunu göndərmədiniz. Yəni, bu daha nəzakətlidir, bu daha etikdir. Baxanda ki, yəni sən gətirib verməlisən hansı işi mənə. Əməkdaşların isə məsuliyyətləri azdır rəhbərə baxanda. Onlar daha rahat olmalıdırlar. Yeganə nə etməlidirlər? Empatiya hissi vacibdir ki, mən rəhbəri narahat etməyim, onu o xaosunda incitməyim, öz şəxsi problemlərindən onu yormayım. Əgər bir məsələm varsa, ona yaxınlaşıb deyə bilərəm nəzakətli formada ki, sizin mənə ayıracaq 5 dəqiqəniz, 10 dəqiqəniz varsa mütləq şəkildə məni çağıracaq. İş sahəsi elədir ki, psixoloji faktorlar da ortaya çıxardır. Sadəcə etiket qaydaları sanki psixoloji faktorları biraz azaldır. Kömək edir ki, yəni mən bilirəm ki, bu qaydadır. Yəni bunu bu cür etməliyəm. Artıq o məni qəbul etdi, mən ondan incimirəm və yaxud bu məsələlər daha azalır. Emosionallıq azalır. Emosional azalan yerdə də əlbəttə iş əmsalı qalxır. Və o insan işləmək, sevir işləmək, dəyərlərə tərəf gedir ki, mən burada qalıram, hətta belə pul verməsələr belə mən burada qalmağa hazıram, çünki mən burada dəyərli özümü hiss edirəm. Yəni bu komanda işidir. Komfortlu hiss edir. Komfortlu hiss edir bəli özünü. Məni maraqlandıran bir məsələdir ki, yəni bir rəhbərin xoşuna gəlmək üçün, yəni insan bu bütün etiket qaydalarını öyrənmək, yəni ümumiyyətlə etiket qaydalarını öyrənmək hardan öyrənmək olar? Yəni tutaq ki, biz sizi tanımırıqsa, sizin şirkət haqqında xəbərimiz yoxdur, sizin dərslər, kurslar haqqında xəbərimiz yoxdursa, yəni bunlar hardasa yazılıb, yəni harda baxmaq olar onlara? Bəli, bir yazılıb, ipucu bəli. Belə ilk növbədə. Bəli. Baxın, rəhbər şəxs onunla kimə onunla rahatdırsa onunla işləyir. Yəni ağıllıyla, çox diplomlu olanla yox, kimlə rahatdırsa, yola kimlə çıxa bilər, görüşlərə kimlə gedə bilər, hətta coffee breakdə özünü düzgün aparan biri ilə görüşlərə gedəcək, coffee breakdə çay içəcək. Ona görə etiket qaydalarını bilmək çox vacibdir. Əgər bizim etika akademiyasında gəlsəz, əlbəttə biz sizin üçün bunları hamısını öyrədərik, amma istəsəz bu haqda internetdə oxuya bilərsiniz. Emily Post bir kitab var, orada məlumatlar ala bilərsiniz. Bütün etiket qaydalarına əsasən orada hər məlumat var. Hətta orada bir belə maraqlı məlumat var ki, əgər görürsünüzsə biri çölə zibilə atır, ona yaxınlaşıb deməyin ki, niyə bunu etmirsən. Yaxınlaşın, özünüz götürün, zibili kutusuna atın o zibilə. Və o hərəkətinizlə görüb utanacaq. Nümunə olmaq lazımdır. Etiket qaydaları nümunəvi bir məsələdir ki, biz tərbiyəçi deyilik. Biz tərbiyəçi kimdir? Deyən ki, bunu belə elə, onu elə elə. Amma biz öz etiket qaydalarını qoruyaraq nümunə oluruq ki, məsəl üçün sizin sözünüzə qüvvət, biz necə etik, nəzakətli danışmağa başladıq biz indi. Çünki doğrudan da nəzakətdir, alicənablıq, kübarlıqdır. Bu hər zaman dəbdədir. Hər zaman dəbdədir. Dəbdə də olacaq mənim fikrimcə. Toplantılar zamanı, misal üçün, əgər bir rəhbər toplantı çağırıbsa, yığıbsa, yəni burada özümüzü necə aparmalıyıq? Hansı zamanda biz danışmalıyıq? Bəzən biri görürsünüz ki, sual verib rəhbər başqa bir şəxsə, amma sən onun cavabını bilirsən, o məktəbdəki kimi də, tutaq ki, müəllimə deyir ki, tarixdən müəllim bir sual verib, sən də bilirsən o cavabını, amma sən belə sinif yoldaşın bu sual cavabı bilmirsə, can atırsan ki, bu cavablandırasan. Və bu vərdiş uşaqlıqdan səndə qalır, artıq toplantılar zamanında müəyyən belə deyək də fikir verirsən ki, o uşaqlıqdan qalma hissi indi böyüyəndə də özünü biruzə verir. Nə dərəcə düzgündür? Yəni sənə aid olmayan suala cavablandırmaq mütləq lazımdırmı, yoxsa yox? Və yaxud da əgər bilirəmsə bunu necə eləyə bilərəm daha etik qaydada? Daha etik qaydada necə edə bilərik? Əlbəttə ki, ilk öncə biz gözləməliyik ki, qarşımızdakı insan danışsın, bitirsin, söz kəsmək olmaz və yaxud da
bir söhbətə çox da bizə aid olmayan məsələlərə girmək olmaz. Amma əgər fikrimizi bildirmək istəyiriksə, danışıb bitəndən sonra bildirə bilərik ki, mən sizin icazənizlə, nəzakətli ifadələrlə, sizin icazənizlə mən öz əlavələrimi deyə bilərəm. Yəni nəzakətli ifadələrin zaten hər yerdə bizə köməyi var. Əgər bir fikrimiz varsa, bu rəqabət yarada bilər. Məsələn, rəqabət yarada bilər. Onun könlünü necə ala bilərik? Ondan icazə alaraq, onun haqqında 2 müsbət, 1 mənfi deyərək, yəni müsbətlərə dəyərli sayaraq onu. Bu zaman əlbəttə istədiyimiz fikrimizi çox rahat deyə bilərik. Etiket burada çox gözəl bizə kömək edir. Nəzakətli ifadələr, sonra onunla danışan zaman onun gözünə baxmaq, gülümsəmək kimi nüanslar kömək edir bizə. Ümumiyyətlə nəzakətli danışmaq, mən sənə bir şey deyim Rəhman, istənilən vəziyyəti yumşaldır. Doğrudur. Doğrudur. Hətta kiçik belə deyək də bir qığılcım yaramsa, bu problem yaramsa, qarşı tərəf, bir tərəf nəzakətli addım atanda artıq bu problem həll olmuş olur. Ona görə deyiblər, biri od olanda bir də su olar. Doğrudur. Çox sağ olun xanım. Minnətdarıq sizə, uğurlar arzulayırıq. Dinləyicilərin diqqətinə çatdırım ki, söhbətimizin video yazısına YouTube-da 1-2 saatdan sonra baxa bilərsiniz. Avto FM-in rəsmi kanalında. Başqa deyiləsi nəsə varsa biz sizə eşitməyə hazırıq. Bəlkə bizimlə bağlı nəsə əlavəniz var. Təşəkkür edirəm sizə, hər birinizə. Çox maraqlı söhbət idi və yenə əlavə etmək istərdim ki, doğrudan da etiket, etik olmaq, kübar və nəzakətli olmaq, alicənab olmaq hər zaman dəbdə olacaq. Hətta həyatımıza intellektin gəlməyinə baxmayaraq ki, bu yeganə bir yerdir ki, düşünürəm ki, süni intellekt uzacaq. Çünki etiket məsələlərində. Etiket məsələlərində uzacaq. Çünki doğrudan da nəzakət dəyər yaradır. Təşəkkürlər. Çox maraqlı fikirlərdir. Çox sağ olun. Təşəkkürlər. Dostlar, biz isə sabahları eyni saatda görüşəcəyik sizinlə səhər saat 8-də. Rəhman və mən Cavid sizə sabahınız xeyir deyək.